Ən azı 2 rəqəmli 10 natural ədəddən ibarət siyahının elementləri klaviaturadan daxil edilir. Siyahının ilk və son rəqəmləri cəmi cüt olan elementlərinin indekslərini çapa verən proqramı Python dilində yazın. Burada hansı siyahıdan söz gedir? Yəni 10 dənə elementi var və hər elementi ən azı 2 rəqəmlidir. Məsələn 23-dür, 45-dir, 54-dür, məsələn 123-dür, 3214-dür və s. Yəni ən azı 2 rəqəmlidir. Məsələn burada bir rəqəmli heç nə yoxdur. Məsələn 8 yoxdur, 9 yoxdur və s. İndi bu elementlər içərisində nə edir? Hər bir elementinə ayrı-ayrı baxır. Məsələn 23-ü nə edir? Məsələn 23-ə baxır. Bunun ilk və son rəqəminin cəmini hesablayır. Məsələn 2 ilə 3-ü hesablayır. Əgər ki bu cüt olarsa, nə edir? Onun indeksini çapa verir. Yəni ki 23-ün indeksi nədir? 0. Əgər ki bu cəmi cüt olarsa 23-ü çapa verir. Daha doğrusu 23 yox, 0-ı çapa verir. Yəni bunun indeksini çapa verir. Baxırıq 2 və 3 5 edir də cüt deyil. 4 ilə 5-i də cəmləyəcək. Görəcək ki 9-dur, cüt deyil. 5 ilə 4-ü də cəmləyəcək. Görəcək ki 9-dur, cüt deyil. Gələcək 123-də 1 ilə 3-ü cəmləyəcək. 4-ü alacaq da 4 nədir bizə? Cütdür. Ona görə nə edəcək? 123-ün indeksini çapa verəcək. Baxın bunun indeksi neçədir? Baxın bu 0-dır, 1-dir, 2-dir, 3-dür. 123-ün deməli indeksi nədir? 3. Deməli bu bizə nə edəcək? Həmin o 3-ü çapa verəcək. Bu qədər. Yəni sual bunu istəyir bizdən. İndi gələk baxaq sual üzrə necə həll eləmək lazımdır, ona baxaq. Əvvəlcə nə edirəm? N bərabər 10 götürürəm, yəni bir say götürürəm. Bizə nə deyir? 10 dənə natural ədəd deyir. Ona görə mən nə edirəm? Say verirəm ki, yəni bizə say nə qədərdir? 10 dənə. Daha sonra boş bir siyahı götürürəm. List, yəni listin baş hərfini yazdım, L. Boş bir siyahı götürürəm. Daha sonra 10 dəfə həmin o siyahıya ədəd daxil etmək üçün bir dövr yaradıram. For in range. Gəlirəm buraya yazıram n. Bu deməkdir ki, mən nə edirəm? N dəfə bura ədəd daxil edəcəm. N dəfə buradakı operatoru işə salacam. Yəni 10 dəfə. Gəlirəm buradan. Yazıram. X bərabərdir. Int input. X artıq həmin o elementlərimizdir ki, mən burada nə edirəm? Klaviaturanı daxil edirəm. Inputla klaviaturanı daxil edirəm. Int ilə də onu nə edirəm? Həmin o tam ədədlə çevirirəm. Daha sonra da l.append metodundan istifadə edərək həmin o x ədədini siyahıya daxil edirəm. Deməli bu nə qədər işləyəcək? N dəfə işə düşəcək. Yəni ki 10 dəfə bu proses təkrarlanacaq. 10 dəfə proses təkrarlanacaq. Yəni 10 dəfə yeni bir ədəd daxil ediləcək və daha sonra nə olacaq? L siyahısına əlavə olunacaq. Daha sonra artıq L siyahımız hazırdır. Bizim hansı prosesimiz qaldı artıq? Həmin o L siyahısındakı elementlərə bir axtarış eləməliyik. Hansı axtarışı? İlk və son rəqəmlərin cəmi cüt olan elementlərin axtarışını edirik. Gəlirəm yazıram. For j in range 0-dan n-ə qədər. Mən niyə bura 0-dan n-ə qədər yazdım? Çünki bizdə yekun nəticəni deyil, həmin elementin nəyini çap eləyəcəyik biz? İndeksini çap eləyəcəyik. Həmin indeksləri almaq üçün də mən nə etməliyəm? 10 dənə elementim varsa, deməli, birinci element nə olacaq? 0 olacaq da indeksi. İkinci 1 olacaq. Belə-belə gəlir. Ta ki 10-cu elementə qədər. 10-cu elementin indeksi neçə olur? 9 olur. Və mən bura n yazmışam. N-in qiyməti nədir? 10-dur. Yəni ki, mən bura n yazmışam. Burada j-nin alacağı qiymətlər, baxın, elə bunlardır. İndekslərin özləridir. Ona görə nə yazdım ora? 0-dan 10-a yazdım. Daha sonra gəldim aşağıdan. Həmin elə bir ki, elementi götürürəm. Məsələn, ilk ədəd olsun 23. Onu götürürəm, nəyə mənimsədirəm? Bir A dəyişəninə mənimsədək. A dəyişənimiz bərabər olsun. L-in J-ninci indeksinə. L-in J-ninci indeksinə. Yəni ki, məsələn, bir siyahımız varsa, bu formada, məsələn, 32, 44, 51, 65. Burada A nəyə bərabər olur? J-nin 0 qiymətində A buna bərabər olur, 32-yə. J-nin 1 qiymətində 44-ə bərabər olur. J-nin 2 qiymətində 51-ə bərabər olur. Bu formada gedir. Ta ki, dövrü bitənə qədər növbəti elementlərin hamısı A-ya mənimsədilir.
İndi mən A-nı gəlirəm mətn tipinə çevirirəm. Mətn tipinə nəyə görə çevirirəm? Çünki mən bunun ilk və son elementlərinə, yəni ilk və son rəqəmlərinə baxmaq istəyirəm. Yenə indekslərdən istifadə edəcəm burada. Gəlirəm aşağıda. Yazıram if A-nın 0-cı indeksi, yəni ki A-nın birinci rəqəmi. A-nın birinci rəqəmi. Və bizdə STR-dirsə bu nə deməkdir? Məsələn 23 ədədini mən STR-ə çevirmişəmsə nədir? Dırnaq içindədir, yəni mətn tipindədir. Gəlib onu nə edirəm? Təzə ədədə keçirməliyəm ki, onun tək olub cüt olmadığını yoxlayaq da. Deməli nə edirəm? Bunu ədəd tipinə çevirirəm. Daha sonra üzərinə gəlirəm. Int tipindən A-nın sonuncu indeksi. Sonuncu indeksi necə yazırdıq? -1 ilə. Biz demişdik ki, eyni zamanda mənfi indeksləmə var. Mənfi indeksləmə necə işləyirdi? Sondan başlayırdı. Formada yazıram. Daha sonra burada yazdıqdan sonra nə etməliyəm bunu? Bu cəmin, bu ümumilikdə bu cəmin cüt olub olmadığına baxıram. Cüt olub olmamadığına baxmaq üçün də bunu bir dənə mötərizə daxilinə alaq. Və bunu nə edək? Bunu gəlin 2-yə bölünməsindən alınan qalığı tapaq. Əgər ki 2-dən bölünməsindən alınan qalıq 0-a bərabərdirsə, deməli bu zaten cütdür. Ona görə nə edirəm? Gəlirəm buradan if-in tabında yazıram ki, əgər ki bu cütdürsə, nə et? İndeksini çapa ver. Yəni ki print nəyə çapa ver? J-ni çapa ver. Bu qədər. Yəni sualın izahı bu idi. 2 dənə dövrdən istifadə elədik və ümumilikdə bu formada bir alqoritm aldıq.